Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vasili İbrahimov və Təsviri Məlikovun cinayət işləri üzrə məhkəmə istintaqı başa çatıb. Today Press TV Pravda Aza istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Vasili İbrahimov 11 il, Təsviri Məlikov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. İttihama əsasən Vasili İbrahimov özgənin əmlakını gizli şəkildə talamaq məqsədi ilə baş operator işlədiyi ASC-lər birində başusta vəzifəsində çalışan Təsviri Məlikovla cinayət əlaqəsinə girib. Onlar qabaqcadan əlbir olan qrup halında oğurluq etmək barədə razılığa gəliblər. İş yoldaşı olan şəxslər 2024-cü ilin sentyabr ayı ərzində çalışdıqları Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən ASC-yə aid sexdən müxtəlif növ sənaye qəliblərini gizli şəkildə talayıblar. İttiham aktında qeyd olunur ki, talanmış qəliblərin ümumi dəyəri 1.353.500 manat təşkil edib. Nəticədə şirkətə xüsusilə külli miqdarda maddi ziyan vurulub. Hadisədən sonra hər iki şəxs saxlanılıb və barələrində həbs qəti imkan tədbiri seçilib. Namiq Abbasov, Today Press TV.